الله لا إله إلا هو وعلى الله فليتوكل المؤمنون. بسم الله الرحمن الرحيم. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammed ve alihi ve sahbihi ecmain. Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Əziz və dəyərli Müslüman bacı qardaşlar, dəyərli bizləri izləyənlər, dinləyənlər. Rəbbimizə şükürlər olsun. Yenə də bir Quran möcüzəsi verilişi ilə qarşı-qarşıyayıq. Allahın izni ilə bugünkü verilişimizdə sizlərə Quran-ı Kərimin ta 15 əsr əvvəl, 1500 il əvvəl xəbər verdiyi, amma müasir elmin hələ bu yaxın zamanlarda kəşf etdiyi bir həqiqətdən, bir möcüzədən danışmağa çalışacağım. Nədir bu möcüzə? Bu möcüzə okeanın dərinliklərində, dənizlərin dərinliklərində mövcud olan daxili dalğa deyilən, iç dalğa deyilən, bugünkü gündə elmin deyək ki, terminlə desək, zülmətlərdən, qaranlıqlardan bəhs edəcəyəm. Düşünün ki, Allah Rasulü Əfəndimiz Aleyhissalatu vesselam 6-cı əsrdə heç bir elmi kəşflərin olmadığı bir dövrdə, dəniz səfəri etmədiyi bir halda, dəniz səyahətinə çıxmadığı bir halda, dənizlərin dərinliklərindəki, okeanların dərinliklərindəki daxili dalğalardan, qaranlıqlardan və zülmətlərdən bəhs etmişdir. Quran-ı Kərimin Nur surəsinin 40-cı ayəsində nəzər salırıq. Ümumiyyətlə, başdan onu deyək ki, bir insanın dənizin, okean dərinliklərinə enməsi fəzaya çıxmaq qədər çətin bir məsələdir. Bir insan heç bir vasitədən istifadə etmədən yalnız 70 metrə qədər dərinliyə enə bilər, okeanın və ya dənizin dərinliyinə enə bilər, 70 metrə qədər. Bundan sonra o dərinliyə enmək üçün xüsusi cihazlar lazımdır, xüsusi geyimlər lazımdır ki, bundan istifadə edesin. 200 metrə qədər. 200 metrdən sonra ümumiyyətlə insanın o dərinliyə enməsi daha da çətinləşir və bunun üçün də yenə daha xüsusi cihazlar, daha xüsusi geyimlər lazımdır ki, istifadə edesin. 200 metrdən sonra artıq qaranlıqlar başlayır və 1000 metrdən sonra isə, yəni 1 kilometrdən sonra isə ümumiyyətlə işıqsız, heç bir şey olmayan bir, deyək ki, zülmətə qərq olur insan. Və bunu Quran-ı Kərim 14 əsr bundan əvvəl görün necə izah etmişdir. Bu izahı vermədən öncə onu deyim ki, Uca Allah inanmayanları, dinsizləri, imansızları buna bənzətmişdir. Yəni bu qaranlığa bənzətmişdir. İlahi nurdan məhrum qalanların, imandan məhrum qalanların aqibəti və yaxud da müqayisəsi Allah Azza və Cəllə burada aparmışdır Quran-ı Kərimdə. Buyurur ki, yaxud onların əməlləri, yəni o kafirlərin, dinsizlərin, inanmayanların əməlləri dərin bir dənizin zülmətinə bənzəyir. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulut, yəni dalğa, zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməzsə, onun nuru olmaz. Yəni, bu dərinliklərdən bəhs olun. Yəni, bu dənizin dərinliyindən, okean dərinliyindən Quran-ı Kərimdə bəhs olması nə deməkdir 6-cı, 5-ci, 6-cı əsrdə? Yəni, kim enmişdi də o okeanın, o dənizin dərinliyinə və bu zülmətli, bu qaranlıq üstünə qaranlıq olan 3 təbəqə dalğanı görmüşdü. Kim görmüşdü? Yəni, insan əgər bir şey təsvir edirsə, mütləqa onu görmək təsvirləsin. Və başda söylədiyimiz kimi, əziz Peyğəmbərimiz Aleyhissalatu vesselam heç bir zaman nə dənizə enməyibdi, nə dənizin dərinliyinə, nə okean dərinliyinə enməyibdi, nələr baş verdiyini bilmirdi. Deməli, bu onu göstərir ki, hələ əsrimizin, yəni bu yaxın əsrimizdə, bu yaxın dövrümüzdə ortaya çıxan bu elmi kəşf, insanların kəşf etdiyi bu, deyək ki, daxili dalğa məsələsi, ondan sonra alt dalğa məsələsi, hansı ad verirlər bu şəkildə elmdə, alt dalğalar və daxili dalğalar. Zülmət üstünə zülmət, zülmət üstünə zülmət və zülmət üstünə zülmət, qaranlıq üstünə qaranlıq, 3 təbəqə bir qaranlıq olduğu, yəni dənizin üstündəki dalğalar kimi, əslində dənizin altında da, okeanın üstündə dalğalar kimi, okeanın altında da dağların mövcud olduğundan xəbər verməkdədir. Yəni, necə bilə bilərdi əziz Peyğəmbərimiz? Yəni, bu yenə onu göstərir ki, əzizlərim, Quran-ı Kərim bir insan kəlamı deyil. Quran-ı Kərim bir bəşər kəlamı deyil. Quran-ı Kərim Uca Allahın biz insanlığa bəxş etdiyi həm elmi kəşflərlə dolu bir kitab, həm hikmət kitabı, həm nəsihət kitabı, həm hökmlər, həm əqidə kitabı, yəni həm ibadətlər içine alan bir kitab kimi Allah Azza və Cəllə bizə Quranı göndərmişdir. Ona görə biz gəlin uca kitabımızı bir daha bu fikirlə, bu təfəkkürlə, bu düşüncə ilə incələyək, təhqiq eləyək və kitabımızı oxuyaq, əzizlərim. Ölülərimizin ruhu üçün yox, dillərimiz üçün, özümüz üçün o kitabı oxuyaq və maraqlanaq və görəcəksiniz ki, həqiqətən də bugün müasir elmə Quran-ı Kərim
5-ci, 6-cı əsrdə necə işıq tutmuşdur. Gəlin dərslərdə görüşək ümidi ilə Allaha amanət olasınız. Allahu la ilahe illa hu ve alallahi felyetevekkelil mu'minun.